Əhl-i Sünnənin məşhur hədis alimi Hakim Nişapuri belə nəql edir. Abdullah İbni Vəhəb İbni Zəmə belə deyir. Ümmü Sələmə mənə dedi ki, bir gecə Peyğəmbər yerində uzanaraq yatmışdı. Biraz sonra hövlünak halda yuxudan oyandı. Daha sonra uzanaraq yuxuya getdi və ardınca yenə hövlünak halda yuxudan ayıldı. Lakin bu dəfə fərqli bir haldaydı. Sonra yenidən yatdı və az sonra yenə oyandı. Bu zaman əlində qırmızı bir torpaq var idi. Peyğəmbər o torpağı öpürdü. Ona dedim, ey Allahın elçisi, bu torpaq nədir belə? Peyğəmbər buyurdu, Cəbrail Hüseyin barədə mənə bildirdi ki, o İraq torpağında öldürüləcək. Bu zaman Cəbrailə dedim, Hüseynin öldürüləcəyi yerin torpağını mənə göstər. Və bu əlimdəki torpaq da həmin yerin torpağıdır. Hakim Nişapuri Müstədrək Ələs-Səhiheyn əsərinin 4-cü cild 440-cı səhifəsində, Şəmsuddin Zəhəbi isə özünün Ət-Təlxis əsərində bu hədisin Buxari və Müslimin şərtlərinə uyğun olan səhih hədislərdən olduğunu qeyd edib.